Tıxacdan şikayət edirsən, çünki maşının var. İşindən şikayət edirsən, çünki işin var. Yeməklərdən şikayət edirsən, çünki qarşında seçimlər var. Bədənindən şikayət edirsən, çünki onu hərəkət etdirə bilirsən. Evindən şikayət edirsən, çünki evin var. Fərqindəsən? Şikayət etdiyin hər şey əslində bir zamanlar sahib olmağı ən çox istədiyin şeylərdir. Maşının olsun deyə gözlədin. İşin olsun deyə çalışdın. İndi hamısına sahibsən. Fəqət xoşbəxtliyin yerini daha yaxşısı olsaydı, aldı. İnsan sahib olduqlarına yox, sahib olduqlarını görməməyə proqramlaşdırılıb. Halbuki, indi sahib olduğun hər şey bir zamanlar xəyalını qurduğun həyatın ta özü idi. Əvvəllər uğrunda dua etdiyin hər şeyin tam ortasındasan. Bəlkə də tək ehtiyacın durub bir nəfəs almaq və əlindəkilərə yenidən baxmaqdır.